Əslən Ağdamın Şelli kəndindən idi Xəqani Aslanov. O Ağdam ki, 1-ci Qarabağ müharibəsi zamanı Xocalılar sığınmışdı. Yüzlərlə soydaşımız kimi Xəqani Aslanov da Xocalı istiqamətində gedən döyüşlərdə əsl qəhrəmanlıq və şücaət nümayiş etdirdi. 160-dan çox mülki insanı erməni mühasirəsindən xilas edərək Ağdama apardı. Atasını son dəfə 12 yaşında görən Sadiq Aslanov həmin günləri belə xatırlayır. Atam Xocalıdan qocalar, cavanlar, hamısı gəlinlər, körpə uşaqları çıxarıb bizim evə gətirirdi. Əmiləm də o kimi. Amma ikinci dəfə qayıdan zaman evə anama dedi ki, bir söz söylədi. Dedi ki, evlatlarımla müğayət olun. Şəhid də ola bilərəm, yaranana da bilərəm. Döyüşdür, deyir, hər an, hər bir şey ola bilər. Xəqani Aslanov vətənə sevgisi və igidliyi ilə xalqımızın qəlbində unudulmaz izlər buraxıb. O öz həyatını təhlükəyə ataraq torpaqlarımızın azadlığı uğrunda vuruşub. Qəhrəmanlığı yalnız döyüşdəki cəsarəti ilə deyil, həm də bir vətəndaş olaraq göstərdiyi fədakarlıqla böyük qiymətə layiqdir. Göstərdiyi qəhrəmanlıqlara görə Xəqani Aslanov Azərbaycanın milli qəhrəmanı adına layiq görülüb. Özüm verdi qabağa, Xocalı döyüşündə də, orada da nə qədər uşaq, qocalar. İnanırsan, onları kürəyəndə iki qaynımdan daşıdılar, gətdilər, yığdılar evə. İkinci dəfə qaydanda özü də qayıtmadı. Elə budur, 92-dən elə getdi, gəlmədi. Hələ də nə ölüsün, nə dirisin tapa bilmirik. Onlar öz fədakarlıqları ilə gələcək nəsillərə vətənpərvərliyin, cəsarətin və mübarizənin dəyərini aşıladılar. Elə həmin nəsil 44 günlük vətən müharibəsində bizə qələbəni yaşatdı. Bütün şəhidlərin qisası alındı. Torpaqlarımızın işğaldan azad olunması ilə onların arzuları gerçəyə çevrildi. Hər bir şəhidin adında xalqın böyük sevgisi və hörməti yaşayır. Ruslan Qasımov, Kamran İsayev, Elnarə Həsənova, ASTV Xəbər.